Əkrəm Əylisli əgər tapışmasaydıq hekayə. Gecəni balkonda yatmışdı. Səhər açılandan bəri gün başına döymüşdü. Başı gicəllənirdi. Gözlərini ova dəniz tərəfə baxdı. Orada həbbin görmək istədiyi günəş çoxdan yoxa çıxmışdı. Dənizin səhərə məxsus görkəmindən əsər əlamət qalmamışdı. Dəniz buxarlanırdı və yuxarıda o buxarın tüstüsü dumanı içində bozaran günəşin nə gücü, nə gözəlliyi vardı. Dənizə bir xeyli baxandan sonra Həbib gündə isinmiş yorğan döşəyini qoltuğuna vurdu, otağa keçdi. Otaq Həbbin gözünə sarı təhər görsənirdi. Tavanı, divarları, döşəməsi. Çay qaynatmaq və əl üzünü yumaq üçün gecədən doldurub ehtiyatda qoyduğu bir qrafin su da o səhər stolun üstündə Həbibin gözünə sarı təhər görünürdü. Dolapçalardan birinin üstündə oturub, çıxıb getmiş otaq yoldaşlarının boş çarpaylarına bir müddət key-key baxandan sonra Həbib qrafindəki suyun yarısını çaydana boşaltdı, qrafini götürüb əl üzünü yumağa getdi. Həbib 4-cü kursu qurtarmışdı. 4 il idi ki, şəhərdə yaşayırdı və indiyəcən elə bir vaxt olmamışdı ki, səhərlər əl üzünü yuyanda kənddəki evlərinin yanından keçən su arxı Həbibin yadına düşməsin. Hər səhər gözlərini yumub, üzünə su vuranda Həbib özünü o arxa sarı uzanan yolun üstündə görmüşdü və o arx ilə gedən suyun şırıltısını eşitmişdi. Bu dəfə əl üzünü yuyandan bir xeyli sonra da o arxın suyu Həbibin gözünün qabağından çəkilib getmədi. Çünki bu səhər Bakı yaman isti idi. Bu şəhərdə Həbib bəlkə heç vaxt belə isti görməmişdi. Əl üzünü yuyub qaydandan sonra da Həbib yenə bir xeyli vaxt çıxıb getmiş otaq yoldaşlarının boş çarpaylarına tamaşa elədi. Sonra haçansa vaxtı vədəsi bilinməyən bir dövrdə sanki hələ bu dünyaya gəlməmiş hansı bir dünyadasa gördüyü bir sarı, sapsarı günə baxanın tanış gülümsər görkəmi gəlib Həbibin gözü qabağında dayandı. Çünki o günə baxan da həmin o su arxı kimi Həbibin yaddaşında möhkəm yer eləmiş ən nadir şeylərdən biri idi və fərq bircə burasındaydı ki, günə baxan Həbibin yadına o arxa nisbətən az-az düşürdü. Həbibin yay tətili xeyli vaxt idi ki, başlanmışdı. Üstəlik bir neçə gün idi ki, yataqxanada tamam boşalmışdı. Bir Həbib burada 6-cı mərtəbədə 144 nömrəli otaqda yaşayırdı. Bir də qaravolçu Kövsər arvad aşağıda 1-ci mərtəbədə qapının qabağında otururdu. Yataqxanada yaşadığı bu 4 ildə Həbib həmin o Kövsər arvadı o qapının qabağında çox görmüşdü. Ancaq nə qədər qəribə olsa da Həbibin indi gördüyü Kövsər arvad elə bil əvvəlki Kövsər arvad deyildi. Daha doğrusu bu Kövsər arvadı Həbib indiyəcən elə bil heç görməmişdi. Elə ki, tələbələrin hamısı dağılışıb getdi, elə ki, bu böyük yataqxanada onların ikisi qaldılar. Onda Həbib birdən-birə hiss elədi ki, bu dünyada bir Kövsər arvad da var və həmin Kövsər arvadın aşağıda, qapının qabağında oturduğunu Həbib öz 6-cı mərtəbədəki otağından hər an, hər dəqiqə görməyə başladı. İndi bir neçə gün idi ki, Kövsər arvad da Həbibi elə bil təzə-təzə görürdü. Bu böyük yataqxanada Kövsər arvadın nəzərində indi Həbib əvvəlki ay oğlan, ay uşaq, ay gədə, ay tələbə deyildi. Kövsər arvad Həbibi adı ilə çağırırdı. Kəndlinin bu böyük şəhərlərdə öz adını eşitməyə nə yaman ehtiyacı varmış. Sözlərin ən uzağı, ən yaxını. Həbib durdu, Həbib yatdı. Çəpik çal, Həbib oynayır. İtiniz zənciri qırdı, ay Həbib. Pişiyiniz cüzəni boğdu, ay Həbib. Dərədən bir qurd keçdi, Həbib, hey! Niyə çıxıb kəndinizə getmirsən, Həbib? Bu istidə burada niyə özünü bişirirsən? Bu sözləri Həbib Kövsər arvaddan hər gün eşidirdi. Gülümsəyib çıxıb gedirdi, çünki bu istidə Bakıda qalmağının səbəbi əslində heç Həbbin özünə də bir o qədər aydın deyildi. Əgər kənddə vaxt keçirmək təkcə o arxın suyunda yuyunmaqdan ibarət olsaydı, indi Həbib şübhəsiz ki, çoxdan kənddə oturmuşdu. Ancaq o su da, o arx da təəssüf ki, uzun isti yay gününün vur tut 10-15 dəqiqəsi idi. Sonra gah o ağacın dibində otur, gah bu ağacın dibində otur. Ha yat ki, vaxt keçəcək, ha gözlə ki, axşam olacaq. Bildir, yayda Həbib kənddə bərk darıxmışdı və hələ onda özünə söz vermişdi ki, gələn yay tətilinin heç olmasa bir ayını Bakıda qalacaq. Amma sən demə, Bakının ləzzəti də elə institut imiş, dərslər, mühazirələr imiş. Görəsən günə baxan deyilən şeyin buzovna deyilən yerlə hər hansı bir əlaqəsi varmı?
Və əgər yoxdursa, görən niyə o səhər Həbib bir sarı, sapsarı Günəbaxanı gözünün qabağına gətirib. Buzovna barədə fikirləşirdi. Buzovna deyilən yeri Həbib heç vaxt görməmişdi. O Bakının heç bir ətraf yerində, heç bir çimərliyində olmamışdı. Bu yerlərin, çimərliklərin Həbib ancaq adlarını eşitmişdi. Mərdəkan, Bilgə, Pirşağı, Şıx çimərliyi. Buzovna da bunların biri. Amma nədənsə indi bütün bu adların içindən Həbib Buzovnanı özündən də xəbərsiz seçib ayırmışdı. Bu gün bu şəhərdən uzaq, hər hansı bir yerdə, hər hansı bir kölgəlikdə, yaxud çimərlikdə vaxt keçirməyin mümkün olduğunu ağlına gətirən kimi özgə heç yana deyil, məhz Buzovnaya gedəcəyini qət eləmişdi. Haçansa vaxtı və dəsi məlum olmayan bir dövrdə, sanki hələ bu dünyaya gəlməmiş, haradasa, hansı bir dünyadası gördüyü o sarı və sağlam Günəbaxanı yadına salıb, Buzovnaya getmək barədə fikirləşə-fikirləşə Həbib çayını içdi. Sonra böyük tələbə yataqxanasının səssiz, kimsəsiz qalmış mərtəbələrini bir-bir eni-enə o Bakı yaxınlığındakı yerlərin adlarını ürəyində sadalamağa başladı. Mərdəkan, Bilgə, Pirşağı, Şıx çimərliyi. Şıx dedi, Şıx. Qəribə şeydir. Şıx deyəndə elə bil adamı soyundurub qıdıqlayırlar. Ya da elə bil ki, qayanın ifasında qədim xalq mahnısına qulaq asırsan. Pirşağı, Birşahı, Bilgə, Bəlkə. Sən nə var adamsan Həbib? Aşağıda Köfsər arvad bu dəfə kənd söhbəti salmadı. Hara Həbib, gəzməyə? Dedi. Amma yaman isti var, ha Həbib. Vah. Həbib, Buzovnaya gedirəm, dedi. Elə bildi ki, Köfsər arvad bəlkə təəccüblənəcək. Amma Köfsər arvad zərrəcən də təəccüblənmədi. Həbib küçəyə çıxdı. Bugün şəhər də elə bil həmişəkindən sarı idi. Sabunçu vağzalına gedə-gedə Həbib fikirləşirdi ki, ya bu günün dəhşətli istisindən şəhər doğrudan da yanıb qarsıyıb, ya da yataqxananın balkonunda bu səhər başına döyən günəşin sarısı onun beyninə hopub və indi o sarının əksi baxdığı şeylərin üstünə düşür. O sarı rəngin haçan yoxa çıxdığını Həbib bilmədi. Bir də baxıb gördü ki, elektrik qatarına minib. Gördü ki, qatar gedir və onun açıq pəncərələrindən tamam başqa evlər, başqa küçələr görünür. Həbib vaqon dolusu adam gördü. Bu adamların da çoxsu yəqin ki, harasa dənizə gedirdi. Qızlı, oğlanlı, qarpızlı, yemişli, sellofan torbalarda çörək, pomidor, xiyar. Bu adamlar sevinirdilər, Həbib sevinə bilmirdi. Həbib də bu adamlarla qaynayıb qarışmaq istəyirdi, amma arada məsafə vardı, qaynayıb qarışmaq mümkün deyildi. Elə bil Həbib suyun dibində idi. Bu adamlar suyun üzündə idilər və nəsə gözü görünməz bir ağırlıq Həbibin içinə dolub, onu suyun üzünə çıxmağa qoymurdu. Həbib heç ağılına da gətirmirdi ki, bir qızın bircə anlıq baxışı ilə bu dərinlikdən çıxmaq olar. Bir vaqon adama qarışmaq, bir dünya adamla doğmalaşmaq olar. Amma qız baxdı. Qatara minəndən bəri Həbiblə üz-üzə oturan qız yalnız qatardan düşəndə bircə dəfə Həbibin üzünə baxdı. Baxıb gülümsəyib də getdi. Dünya buna görəmi birdən-birə dəyişdi. Həbib birdən-birə gücləndi, cəsarətləndi, dünyaya tamam başqa bir işıq düşdü. O işıqda ağaclar dirildi, evlər, küçələr gözəlləşdi. Bu gecə yuxusunda nəsə gördüyünü də Həbib yalnız bu anda hiss eləyə bildi. Sonra yuxunun özü yada düşdü. Bir sarı rəng, bir yaşıl işıq, bir hədsiz, hüdudsuz çöl idi, bir sağlam, sapsarı Günəbaxan idi və o Günəbaxanın işığı o çöldəki yamyaşıl otların üstünə düşmüşdü. Yaşıl ot, sarı Günəbaxan. Və qəribə burasında idi ki, Həbibin yuxuda gördüyü o ucsuz-bucaqsız yaşıl çəmən haradasa Xəzər dənizinin yerində idi. Hər səhər dənizin üstündə dayanan günəş indi o yaşıl çəməndən azca hündürdə o sarı, sapsarı Günəbaxanın lap dışında dayanmışdı. Günəş Günəbaxana baxıb gülümsəyirdi. Günəbaxan günəşə baxıb gülümsəyirdi. Və aşağıda dənizin yerində, sonsuz bir çöl boyunca sanki lap indicə düzərən minlərcə, milyonlarca otun sevincindən gözü parıldayırdı. Gördüyü yuxunun ləzzətindən Həbib getdikcə daha çox məst olurdu. O qız hələ də gülümsəyirdi, qatar hələ də gedirdi və o qatarın açıq pəncərələrindən görünən aləm get-gedə daha da gözəlləşirdi.
İndi uzaqdakı kəndləri də Həbibin nəzərində dəyişmişdi, başqalaşmışdı. Darıxmaq nədir Həbib? Bu boyda, bu genişlikdə dünyada ağlı olan da heç darıxarmı? Dayanacaqların birində bir arvad, bundan sonra buzovnadır, dedi. Buzovnada qatardan xeyli adam tökülüşdü. Adamlar avtobuslara doldular, bircə Həbib avtobusa minmək istəmədi. Həbib avtobus dayanacağından üzü aşağı pay piyada yola düzəldi. Həyətlərə baxa-baxa getdi. Dükanlara baxa-baxa getdi. Qəribə şeydir. Bura Həbibin təsəvvüründəki buzovnaya az da olsa oxşayırdı. Yollarının sakitliyi, havasının yüngüllüyü. Buradakı pəncərələr də elə bil şəhərin pəncərələrindən təmiz idi, şəffaf idi, yaxud bu pəncərələrdəki işıq ayrı işıq idi, şəhərdəki işıqdan deyildi. Uzun küçə boyunca orada-burada bir qapının astanasında, bir ağacın kölgəsində 5-3 yemişi, qarpızı, bir vedrə pomidoru, yaxud bişmiş qarğıdalını qabağına qoyub oturmuş adamlar alver eləmək üçün qətiyyən tələsmirdilər və bir aynabənd eyvanda bir ağ ipin üstünə rəngbərəng paltarlar sərən qırmızı yanaqlı qız da tələsən adamı əsla oxşamırdı. Bircə maşınlar tələsirdi. Maşınlar fit verib, bir-birini ötə-ötə eyni küçə ilə, eyni səmtə şütüyürdü və irəldə, maşınların gözdən itdiyi, dikdən aralda, bozumtul göyün altında dənizin dumduru suyu görsənirdi. Küçənin axırına yetişib dənizin sahilini görəndə Həbib dəhşətə gəldi. Qarışqa yuvası idi, xalis qarışqa yuvası. Heyrətindən Həbib deməyə söz də tapmadı. Kövsər xala, dedi. Vay dedəm, vay Kövsər xalam. Və buradanca az qala qayıdıb qaçmaq istədi. Ancaq Həbib qayıdıb qaçmadı. Biraz da aşağı düşdü, köynəyini çıxarıb bir daşın üstündə oturdu. Gün dəydikcə bədəni gah isindi, gah sərinlədi. Sonra ayaqqabılarını da çıxarıb ayaqlarını isti qumun üstünə qoydu. Qumun istisi ayaqlarından canına yayıldıqca Həbib fikirləşdi ki, şalvarı da çıxarda bilsəydi, lap əla olardı. Amma təəssüf ki, o şalvarını çıxartmayacaqdı. Çıxarda bilməyəcəkdi, çünki Həbibin altdan geydiyi adicə trusik idi və bu dünyada bundan başqa da hər hansı bir alt geyiminin insana lazım olduğunu Həbib indicə, buradaca kəşf eləmişdi. Sonra Həbib geri qayıdıb, dikin başında gördüyü kababxanada bir pay kabab yedi, bir şüşə pivə içdi, sonra buzovnanın ayrı küçələrini dolandı, ayrı həyətlərə, ayrı evlərə baxdı. Sonra bir çayxana tapıb, doyunca çay içdi. O dənizə Həbib bir də axşam çağı, gün batandan sonra qayıtdı. Sahilə baxdı və ürəkdən sevindi. Bax, bu başqa məsələ, dedi. İndi bu dənizdə mən də çimə bilərəm. 5-10 adam dənizin sahilində idi. 3-4 adam suyun üzündə üzürdü. Həbib lap xəlvəti bir yer tapdı. Yan yörəsinə baxıb, şalvarını bir göz qırpımında əynindən çıxartdı. Özünü dənizə atdı. Üzdü. Sonra Həbib sahilə çıxdı. Bir daşın dalında geyindi, sahili dolanmağa başladı. Həbib o vaxtacan gəzdi ki, hamı çıxıb getdi. Sahilə təzə maşınlar gəldi, təzə adamlar gəldi. O adamlar gecələmək üçün çadırlar qurdular, kabab üçün ocaqlar qaladılar və axşamdan xeyli keçmiş Həbib buzovnanın bir boş küçəsi ilə yavaş-yavaş elektrik qatarının dayanacağına gedib çıxdı. Hələ qatar yox idi. Platformada 3 adam dayanmışdı. Bir cavan qız, bir kişi və bir qadın. Yəqin ki, bir ailə idilər. Platformanın o biri başında qaranlıqdan, səssiz səmirsiz qatarı gözləyirdilər. Qadınla qız dayanmışdı, kişi gəzinirdi. Və qatarın gəlməyinə azca qalmış o 3 adamlıq sükut birdən-birə elə partladı ki, Həbib özündən asılı olmadan 5-10 addım irəli cumdu. Qız ağlayırdı, zarıyırdı. Neynim, deyirdi. Mən hamı kimi olanmıram. Qız qışqırırdı, öldürün, doğrayın məni, deyirdi və o başdan gələn qatar fasiləsiz siqnal səsi ilə qaranlığı zar-zar zarıldadırdı. Kişi deyirdi, kəs səsini. Qadın deyirdi, bəs deyir, həyasızlıq eləmə. Ancaq qız toxtaya bilmirdi, olanmıram, deyirdi. Və yaxınlaşan qatarın polad təkərləri altdakı polad reysləri çak-çak çaqqıldadırdı. Olanmıram. Əvvəl Həbib vaqonda üzünə gülümsəyən qızı xatırladı. Sonra yuxusunu xəyala gətirdi. Bu da üçüncüsü, dedi. Axırıncısı. Ağlayırmı? Yox, ağlamır. Gözünü yaşını silir. Vaqonların hamısı boşdur. Görək hansına minəcəklər.
Onlar gəlib Həbibin mindiyi vaqonun o biri başında əyləşdilər və elə əyləşdilər ki, yol boyu Həbib o qızın yalnız saçlarına baxa bildi. O saçları Həbib yol boyu öpdü, öpdü, öpdü. Haradasa günəşin günə baxanla baxışdığı bir yerdə, bir sarı və sağlam işıqda Həbib o qızla tanış oldu. Sonra onlar bir yaşıl zəmidə sevincdən par-par parıldayan otların arasında qaçışdılar, gülüşdülər, sevişdilər. Sonra onlar bir otaqda, bir yataqda, bir balıncın üstündə baş-başa verib pıçıldaşdılar. Görəsən, biz tapışmasaydıq nə olardı? Qız dedi. Dünyanın mənası olmazdı. Həbib dedi, qoy yorğanı üstünə çəkim, sənə soyuq dəyər. Qız dedi, sənin yanında mənə heç vaxt soyuq dəyməz. Həbib sevindi, gülümsədi və o qara saçları yenə öpdü, öpdü, öpdü. Sonra qatar dayandı. Həbib bir tərəfə getdi, onlar başqa tərəfə getdilər. Getdilər, Kövsər xala getdilər. Bu günümüz də belə keçdi. Yataqxanaya gedə-gedə Həbib fikirləşirdi ki, görən sabah dəmir yol kassasından bilet almaq asan olacaq, yoxsa çətin olacaq? Fikirləşirdi ki, görən kənddə havalar necə keçir? İstimi keçir, sərinmi keçir? Və yataqxanaya gedə-gedə Həbib bir də onu fikirləşirdi ki, görən Kövsər arvadı yataqxananın qapısını bağlayıb ya bağlamayıb?